Salam şagirdlər, hər birinizi xoş gördük. Deməli, bugün Güvən nəşriyyatının keçirtdiyi Sınaq 8 blok imtahanı 10-cu sinif 1-ci qrupların fizika suallarının izahını sizlərlə bölüşəcəm. İmtahanda iştirak edən hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, nəticəniz ürəyiniz istəyən kimi olmuşdur. Birinci sualla başlayalım. Düz xətli bərabər yavaşlayan hərəkət edən cismin sürətinin modulunun zamana asılıq qrafiki verilib. 4-cü saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Deməli, uşaqlar ilk öncə gəlin təcili tapağın. A bərabərdir. Burada elə bir ki, təcilin modulunu tapağın uşaqlar. Deməli, V çıxılsın, V0 bölünsün T yazaq. Son sürətimiz 0'dır. Çıxılsın başlanan sürət 30. Bölünsün keçən zaman 6'dır. Təcilin modulu buradan 5 olmuş olur. Və bizdən 4-cü saniyə uyğun. Baxın, bura uyğun sürəti soruşur. Hərəkət yavaşlayan hərəkətdir. Son sürəti V bərabərdir V0 minus AT ilə tapa bilərik. Başlanğıc sürətimiz 30. Çıxılsın təcil 5. Zaman isə 4. Buradan biz son sürəti, yəni 4-cü saniyənin sonu üçün sürəti 10 metr böl saniyə almış oluruq. Düz xətli bərabər yeyinləşən hərəkət edən maddi nöqtənin deməli, hərəkət trayektoriyası düz xəttir, doğrudur. Sürətin zaman keçdikcə qiyməti artır, doğrudur. Və təcilin qiyməti zaman keçdikcə dəyişmir, doğrudur. Çünki uşaqlar yeyinləşirsə sürət artır və yeyinləşən və yavaşlayan hərəkət bərabər təcilli hərəkətin növüdür. Ona görə təcil dəyişmir. Hərəkət trayektoriyası düz xəttir, doğru cavabımız 1, 3, 5 olacaqdır. Xətti sürət, deməli, xətti sürəti V-ni 5 metr böl saniyə verib. Maddi nöqtə verilmiş radiyusda çevrəcə bərabər sürətlə hərəkət edir. Dövrətmə periodu 2 saniyə olan bu maddə nöqtənin 4 tam dövr ərzində yolunu soruşur. Dövr sayımız 4'dür. Yolu soruşur uşaqlar. Xətti sürətin düsturu V bərabərdir. L bölünsün T'dir. L-i tapanda buradan olur. V vurulsun T. Bizə zaman lazımdır. Bunu da böyük T bərabərdir, kiçik T bölünsün N düsturundan taparıq. Balaca T-ni tapanda böyük T vurulsun N olacaq. Böyük T-nimiz 2, dövr sayımız 4. Deməli, buradan zamanı alırıq 8 saniyə. Gətirib yerinə yazsaq, sürət 5, zaman 8. Deməli, gedilən yol 40 metr olacaqdır. Üçüncü sual. Deməli, tezliyin radiusdan asılıq qrafini verib, xətti sürətin ən böyük qiymətini soruşur. Deməli, bu kəmiyyətlər var əlimizdə və sürətin böyük qiymətini soruşur. Sürətin tezliklə olan düsturu 2πr n-dir. Deməli, sürətin böyük olması üçün bu hasilin böyük olması lazım. Bu hasilin də böyük olması üçün r və n-in böyük qiymətləri lazım. N-in böyük qiymətləri 1 ilə 2, r-in böyük qiymətləri 2 ilə 3. Bu xəttlər 2 nöqtəsində kəsişdiyinə görə doğru cavabımız 2 olacaqdır. 5-ci sual. Maddi nöqtəyə bir düz xətt boyunca əks istiqamətdə yönələn F1 və F2 qüvvələri tətbiq olunub. Bu qüvvələrin əvəzləyicisi 10 Newtondur və F2 6 Newton olarsa F1 qüvvəsinin modulunu soruşur. Deməli, uşaqlar, bu üfüqi səthdir. Burada bir cismimiz var. Buna əks istiqamətdə 2 dənə qüvvə təsir edir, F1 və F2. Və mənə deyir ki, əvəzləyici qüvvə 10'dur. Və qüvvələr əks istiqamətdə yönəldiyinə görə əvəzləyici qüvvəni tapanda çıxırıq. F1 minus F2 yazırıq. Əvəzləyici qüvvəmiz 10'dur, bərabərdir. F1'i bilmirik, F2 isə 6'dır. Buradan da F1'i tapanda alırıq uşaqlar 16 Newton. Növbəti sualımız. İçərisində su olan menzurkaya kütləsi 120 qram olan bərk cisim salınıb. Menzurkanın göstəricisine əsasən cismin sıxlığını hesabla. Bildiyimiz kimi uşaqlar, sıxlıq rho bərabərdir M bölünsün V-dir. Burada kütləmiz 120 qrama bərabərdir. Bölünsün həcmə baxan uşaqlar. Deməli, əvvəl cisim salınmamışdan öncə menzurkanın göstəricisi 40 ml-dir. Amma daha sonra bunun içərisində bir cisim atandan sonra menzurkanın göstəricisi 60 olub. Deməli, nə qədər fərq olub? 20 ml. Deməli, uşaqlar, bu atdığımız cismin həcmi elə 20 ml imiş ki, bu neyniyib? Öz həcmi qədər yuxarı su qaldırıb, su sıxışdırıb çıxarıb. Deməli, uşaqlar, bizim həcmimiz buradan təyin elədik ki, V 20 ml-dir. Bunu kub santimetrinə ifadə eləsək, 1 ml 1 kub santimetrdir. 20 ml 20 kub santimetr olacaq uşaqlar. Gətirib buraya yazıram, 20 santimetrin kubu. 120 ilə 20 gedir, cavabımız olacaqdır 6 qram bölünsün santimetrin kubu. Doğru cavabımız B variantı. Yer səthindən H hündürlüyündə yerin qravitə sahəsinin intensivliyi hansı ifadədə təyin olunur? Deməli, intensivliyin düsturu yer səthindən müəyyən bir hündürlükdə J vur, M bölünsün R plus H-ın
mötərizə kvadratı olacaqdır. Belə bir cavab da D variantında verilib. Yer səthindən şaquli yuxarı atılmış cismin yer dəyişməsinin modulunun zamanına asılı qrafik hansıdır? Deməli, uşaqlar parabola şəklində olmalıdır. Çünki bunu y-a da aid eləyirdik. Və çünki y-ın tənliyi belədir. Y bərabərdir y0 üstə gəl v0 yt üzərinə gəlsin ay t kvadratı bölünsün 2. Yəni biz bir cismi müəyyən bir sürətlə yuxarı atırıqsa, bu cisim yuxarı doğru qalxır. Koordinatı, yəni yer dəyişməsi artır, sonra isə azalır, parabolik şəklində olacaqdır. Növbəti sualımız yayın sərtliyinin vahidin BC-də əsas vahidlərlə ifadəsi. Deməli, uşaqlar f bərabərdir kx-dan k-nı taparıq, olar f bölünsün x. Vahidlərini yerinə qoysaq uşaqlar buradan necə olacaq? 1 Newton bölünsün metr olacaq. 1 Newton da açsaq 1 kilogram vurulsun metr bölünsün saniyə kvadratı yazaram. Vurulsun məxrəcdən metr, metrlə ixtisar gedər. 1 kilogram bölünsün saniyə kvadratı qalacaqdır. Doğru cavabımız A variantı. Üfüqi səth üzrə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsi 6 Newtonlarsa reaksiya qüvvəsini soruşur. Bildiyimiz kimi uşaqlar sürtünmə qüvvəsinin üsullarından biri mü n-dir. Reaksiya qüvvəsini tapsaq sürtünmə qüvvəsi bölünsün. Sürtünmə əmsalı olacaq. Sürtünmə qüvvəmiz 6, sürtünmə əmsalı 0.3. 6-ını da 0.3-ə böləndə 20 Newton alınmış olacaqdır. Masa üzərində bərabər sürətlə sürüşən M1 cisminə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayın. İpin deməli çəkisi və blokun oxundakı sürtünmə nəzərə alınmır. Maraqlı sualdır uşaqlar bu. Deməli, burada M1 2 kiloqramdır, ağırlığı 20 Newtondur. Amma bu 20 Newtona, yəni bu cismə, baxın bu cismə, yuxarı doğru reaksiya qüvvəsi də təsir edir. Ona görə bu qüvvələr bir-birini kombinasiya edirlər, yəni bir-birini sıfırlayırlar. M2 kütləli cisim 3 kiloqram olduğuna görə bunun aşağı doğru 30 Newton bir ağırlıq qüvvəsi təsir edir və tarazının olması üçün burada 30 olmalıdır. Eyni ipdə eyni qədər gərilmə olduğuna görə burada 30-dur. Fikir verirsinizsə bu cismə sağa doğru bir 30 Newton dartı qüvvəsi təsir edir, düzdürmü? Və hərəkət bərabər sürətlidir və bərabər sürətli hərəkətdə biz demişik ki, dartı qüvvəsinə sürtünmə qüvvəsi bir-birinə bərabərdir. Yəni buna sağa doğru bir 30 Newton qüvvə təsir edirsə, hərəkətin əksinə bir sürtünmə qüvvəsi təsir etməlidir və bərabər sürətli hərəkət olduğuna görə elə dartı qüvvəsinə bərabər olacaqdır. 42. F qüvvəsinin təsiri ilə bloklar sistemi vasitəsilə tarazlıqda saxlanılan cismin kütləsini hesablayın. Deməli, uşaqlar ipin uzun 60 Newton qüvvə təsir edir. Eyni ipdə eyni qədər gərilmə olduğuna görə burada 60-dır, avtomatik burada 60-dır. Baxıram, bu bloka yuxarı doğru 120 Newton təsir edir. Onda bu ip gərilməsində də gərilməsi 120 Newton olmalıdır. Aşağı isə bu M kütləli cismə MC ağırlıq qüvvəsi təsir edir. Bu cisim üçün tarazlıq şərtini yazsam, yuxarı 120 var, aşağı MC var. J-nin yerinə 10 yazmış olsaq, 10M bərabərdir 120-yə. M də buradan nə alınacaq? 12 kiloqram alınacaqdır uşaqlar. 43 nömrəli sual. O nöqtəsinə nəzərən F qüvvəsinin qolu hansıdır? Baxın, bu qüvvəni uzatsaq, fırlanma nöqtəsindən bura perpendikulyar çəkirik. Baxın, bu perpendikulyarın uzunluğu bizə F qüvvəsinin qolunu verəcəkdir. 4 kiloqram kütləli cismi çəksiz lingin hansı nöqtəsinə asmaq lazımdır ki, tarazlıq olsun? Tarazlığın olması üçün bu dayaqdan sol və sağ tərəflərin momentləri bərabər olmalıdır. Momentin düsturu isə F vurulsun D-dir. Deməli, bu 6 kiloqramın ağırlığı var 60 Newton. Qolu isə 2 bölgüdür. Yazıram 60 vur 2 bərabərdir. 4 kiloqramın ağırlığı 40 Newtondur. Amma hansı məsafədən asmalıyam bunu bilmirəm. Ona görə x deyirəm ona. 40 vurulsun x deyirəm 40-ın qoluna. Buradan da 40x bərabərdir 120-yə. X alıram 3. X-i 3 almağım o deməkdir ki, bu 4 kiloqram kütləli cismi dayaqdan sağa doğru 3 bölgü məsafədə asmalıyam. Bax, 1 bölgü, 2 bölgü, 3 bölgü. Hara düşür? 3 nöqtəsinə düşür. 45 sükunətdə olan cisim 20 Newton dartı qüvvəsinin təsirlə düz xətlə hərəkət edir. F qüvvəsinin 5 metr yolda gördüyü iş hesablayın. Uşaqlar fikir verin, bax bu 20 Newtondur. Amma bu 20 Newton cismi hərəkət elətdirmir. Bunun baxın bu proyeksiyası cismi hərəkət elətdirir. Bu da Fx deyirəm buna. Bucağa bitişik tərəfi olduğuna görə kosinus olur demişik. Deməli, mən burada bu qüvvənin işini tapmaq üçün cismi dartan qüvvə Fx olduğuna görə Fx vurulsun S yazmalıyam. Fx-i də kənarda hesablayaq. Fx bərabərdir F20, kosinus alfamız 0.8. Aldıq buradan cismi dartan qüvvəni 16 Newton. Yazıram onda 16 vurulsun. Yer dəyişməsi 5-dir. Alınacaq cavab 80 joule.
46. Harmonik rəqs edən cismin koordinatını zamandan asılıq qrafik eləyib, rəqs periyodu və rəqs amplitudunu müəyyən elə. Rəqs periyodu deyəndə uşaqlar 4 dənə amplitud sayırdıq. Bax, 1 amplitud, 2 amplitud, 3 amplitud və 4 amplitud. Hara düşür? 8-ə. Demək, bunun periyodu uşaqlar 8 saniyədir. Bəs amplitud da cismin tarazlıq vəziyyətindən maksimal uzaqlaşdığı məsafədir. Bu da 3 metrdir. 8 saniyə və 3 metr olacaqdır. Növbəti sual 4 saniyə ərzində 20 kilojol. Burada bu yan tərəfdə də sual var. 47. Hansı cihaz vasitəsilə riyazi rəqqasın rəqs periodunu təyin etmək olar? Riyazi rəqqasın periyod düsturu 2pi kökün altında L bölü J'dir. Düsturda nə var? Uzunluq var. Uzunluğu xəttkeşlə ölçə biləcəyimizə görə riyazi rəqqasın periyodunu da xəttkeşlə ölçə bilərik. Harmonik rəqs edən cismin koordinatının zamanına asılıq qrafik hansıdır? Biz demişdik ki, 3 dənə kəmiyyət var ki, koordinat, sürət və təcil. Bunlar sinus və ya kosinus qanunundan dəyişməlidirlər. Ona görə bu qrafiklər olmayacaq. Doğru cavabımız Y variantı. 4 metr bölü saniyə sürətlə hərəkət edən impulsu 8 kiloqram vur metr bölü saniyə olan cismin kinetik enerjisini hesabla. Deməli, bizdə sürət var, bir də impuls var. Kinetik enerjinin bunları birləşdirən düsturu var. P vur V bölünsün 2-dir. Yerinə qoyaq qiymətləri. Deməli, 4 vurulsun 8 bölünsün 2. Deməli, nə olacaq? 16 joule olacaqdır. 50. Mühərrikin gücünün sabit qiymətində sürət 2 dəfə azalarsa dartı qüvvəsi. Gücün düsturundan belə bir şey çıxardırdıq. A bölü T idi gücün düsturu. A-nın yerinə Fs yazırdım. Bölünsün T. S bölü T bizə V-ni verirdi və güc üçün buradan F vurulsun V düsturu alırıq. Və buradan mən F-i tapanda M bölü V olacaq. Gücün sabit qiyməti deyir. Onda dartı qüvvəsi sürətlə tərs asıldır. Sürəti 2 dəfə azalıbsa dartı qüvvəsi 2 dəfə artacaq uşaqlar. 51. Cisim sabit dartı qüvvəsinin təsiri ilə düz xəttli bərabər sürətlə hərəkət edir. Bu qüvvənin işinin zamanına asılıq qrafiki. Biz bilirik dartı qüvvəsi həmişə müsbət iş görür və görülən iş Fs-dir. Və burada dartı qüvvəsidir iş görən. Buradan da F dartı vurulsun. Hərəkət bərabər sürətli hərəkət olduğuna görə S-in yerinə VT yazıram. Və sabit dartı qüvvəsidir. Deməli, dartı qüvvəsi sabitdir. Bərabər sürətlidir, V sabitdir. Deməli, dartı qüvvəsinin işi zamanla düz mütənasib şəkildə asılıdır. Təcil və impuls üçün L-Erveyn diaqramında uyğun ifadələr müəyyən elə. Deməli, vektorial fizik kəmiyyətdir hər ikisi. Sürət istiqamətində yönələn impulsdur. Əvəzləyici qüvvə istiqamətində yönələn təcildir. Düzxəttli bərabər sürətli hərəkətdə qiyməti 0 olan bu da təcildir. 1-ə 3, 4, 2-ə 2, 3-ə isə 1 doğru cavabımız B variantı. Deməli, 1 saniyədə baş verən rəqslərin sayı rəqs tezliyidir. 1 tam rəqsə sərf olunan zaman periyoddur. Yükün tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə rəqs amplitududur. İxtiyari tarazlıq vəziyyətindən ixtiyari uzaqlaşdığı məsafə isə yer dəyişmədir. Ardıcıllıq 3, 1, 4, 2 şəklində olacaqdır. 54. 4 saniyə ərzində 20 kiloca iş görən mühərrikin gücünü hesablayın. Gücün düsturu M bərabərdir. A bölünsün T'dir. 20 kilojul iş görür 4 saniyədə. Bu da bizə 5 kilovatı verəcəkdir. 50 kiloqram kütləli cisim 2 metr bölü saniyə kvadrat təcillə qaldıran zaman trosda yanan gərilmə qüvvəsi. Deməli, müəyyən bir təcillə yuxarı qaldırırlar. Onda gərilmə qüvvəsini biz M vurulsun J plus A ilə tapa bilərik. 50 vurulsun J10 üstəgəl təcil 2. Buradan ifdəki gərilmə qüvvəsini 600 Newton almış oluruq. Hansı ifadələr doğrudur? Yaya bağlama cismin K kənar vəziyyətindən, baxın bu K kənar vəziyyətindən tarazlıq vəziyyətinə doğru hərəkəti zaman. Deməli, uşaqlar fikir veririk ki, kənardan tarazlığa doğru gedəndə bu X neyinir? Burada bir X vardı. Bu X azalır. Çünki o tarazlıq nöqtəsi 0 nöqtəsidir. Deməli, X azaldı. X azaldısa, F bərabərdir KX-a görə X azalanda F də azalır. Deməli, elastlik qüvvəsinin qiyməti azalacaq. Deməli, Y potensial bərabərdir KX kvadratı bölü 2 yazsam, X azaldığına görə potensial enerjisi azalar. Potensial enerjisi azalıbsa kinetik enerjisi artar və kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. Kinetik enerjisi artıbsa, deməli, sürətin də qiyməti artar. Doğru cavablarımız 1 və 5-dir. 57. Uyğunluğu müəyyən edin. Verilmiş cisim F qüvvəsinin təsiri ilə düz xəttli bərabər yeniləşən hərəkət edir. Müsbət iş görən uşaqlar, baxın, bu F qüvvəsi hərəkət istiqamətində yönəldiyinə görə müsbət iş görəcək. Biri A uyğun gəlir.
və əvəzləyici qüvvədə hərəkət bərabər yeniləşən olduğuna görə müsbət iş görəcək. Sürtünmə qüvvəsi həmişə mənfi iş görür, 2-yə D uyğun gələcək. İş görmür. Burada aşağı doğru ağırlıq qüvvəsi var, yuxarı doğru reaksiya qüvvəsi var. Baxıram ki, bu reaksiya qüvvəsi də hərəkətə perpendikulyardır. Ağırlıq qüvvəsi də baxın bu hərəkətə necədir? Perpendikulyardır. Ona görə bu qüvvələr iş görmür. 3 isə B və Y-dir. Növbəti sual, yer səthinə müəyyən hündürlükdən şaquli aşağı istiqamətdə bərabər sürətlə enən paraşütçünün yer səthinə çatana qədər kinetik potensial və tam mexanik enerjisini necə dəyişdiyini yazın. Deməli, uşaqlar hərəkət bərabər sürətlidir aşağı doğru və konstantdır. Sürət dəyişmirsə, avtomatik olaraq kinetik enerji dəyişmir. Bu cisim aşağı doğru gəlirsə, bu hündürlük azalır. Potensial enerjinin MGH düsturuna görə bu hündürlük azaldığına görə potensial enerjisi azalır. Və tam enerjinin düsturu Y kinetik üstə gəlinsin, Y potensialdır. Kinetik enerji dəyişmədi, amma potensial enerjisi azaldığına görə tam enerjisi azalacaqdır. Kinetiki dəyişməz, potensial və tam enerjisi isə azalar. 59. Müəyyən hündürlükdən sərbəst düşən sərbəst düşür. Başlanğıc sürəti 0-dır. 2 kiloqram kütləli cismin 4-cü saniyənin sonunda impulsun modulunu hesablayın. Bildiyimiz kimi impuls M vurulsun V-dir. M var, V lazımdır. Sərbəst düşmə zamanı ümumi düsturumuz V bərabərdir. V0 üstə gəlir, JT-dir. Çünki aşağı doğru gəlir, yeyinləşəndir və sərbəst düşdüyünə görə başlanğıc sürəti 0-dır. Onda yerə dayananda sürət V bərabərdir JT olacaq. J10 4 saniyə dəyir yerə. Deməli, yerə dayananda sürəti 40 metr/saniyədir. Gətirib bura yerinə yazsam, 2 vurulsun 40 olacaqdır 80. Və 60 nömrəli sual, düz xətlə hərəkət edən 4 kiloqram kütləli cismin sürət zaman tənliyi verilib. 5 saniyə ərzində kinetik enerjinin zamanlı asılılıq qrafiki. Deməli, uşaqlar kinetik enerjinin zamanlı asılılıq grafikini çəksək, ilk öncə mən kinetik enerjinin düsturunu yazıram ki, mv kvadratı bölü 2-dir. Yeyinləşən hərəkətdə bu M vurulsun V-nin yerinə V0 üstə gəl AT yazıram. Kvadratı bölü 2. Baxıram ki, T ilə kvadratik şəkildə asılı olmalıdır. Və bunun müəyyən bir başlanğıc sürəti olduğuna görə başlanğıc bir kinetik enerjisi olacaq və başlanğıc kinetik enerjini mən MV0 kvadratı bölü 2 ilə tapa bilərəm. Kütləm 4-dür. Vurulsun başlanğıc sürət 10 kvadratı 100 bölünsün 2. Aldım buradan 200 joule. Deməli, başlanğıc kinetik enerjim 200 jouledur. Və son sürəti tapsam, zamanı yerinə yazıram. 10 üstə gəlsin, 2 vurulsun 5. Deməli, son sürətim 20 metr/saniyədir. Onda mən son kinetik enerjini tapıram ki, mv kvadratı bölünsün 2-dən. 4 vur, 20 kvadratı 400 bölünsün 2. Nə alıram? 800 joule alıram. Deməli, bunun son kinetik enerjisi 800 olmalıdır və kinetik enerjinin zamanlı asılılıq qrafiki paraboladır dedik. Buna uyğun qiymət 800-dür və 5 saniyədə zaman keçir. Baxın uşaqlar, qrafikimiz bu şəkildə olacaqdır. Belə şahidlər 10-cu siniflərə uyğun fizika suallarının izahını bitirdim. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olmuş olar. Belə şahidlər, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək. Sağ olun, sağlıqla qalın.